Həzrət Əli əleyhissalam buyurur: Allahın yaratdıqlarını görüb, Allaha şəkk edən kəslərə təəccüb edirəm. Özünü tanıyan, Allahını da tanıyar. Yolların ən yaxşısı həqiqət yoludur. Qətiyyən başqasının bəndəsi olma, çünki Allah səni azad yaratmışdır. Ey Adəm övladı, əziz olan Allah öz nemətlərini ardıcıl olaraq sənin ixtiyarında qoyduğu zaman və ona itayət etmədiyindən qorx. Ey Allah bəndələri, elə indidən ayılın, çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin, nə vaxtsa gələcəyini gözləməyin. Əməllərin ən şərafətlisi Allaha itaət etməkdir. Ən kör insan o kəsdir ki, Allahdan başqasına görə iş görür və onun savabını Allahdan istəyir. Təqva əxlaqın rəhbəridir. Ən yaxşı dua təqvalı sinədən və pak qəlbdən çıxan duadır. Allahın rəhmətindən məyus olmuş, lakin tövbə etməyə qüdrəti çatan adama təəccüb eləyirəm. Ən böyük bəla Allahın rəhmətindən naümid olmaqdır. Əcəl insana hər şeydən yaxındır. İnsanın nəfəsləri ölümə qarşı addımlayan addımlardır. Hər kim öz əcəlinin bir vaxt gəlib çatacağını fikirləşsə, əlinə düşən fürsətləri qənimət bilər. Ey Allah bəndələri, elə indidən ayılın, çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin, nə vaxtsa gələcəyini gözləməyin. Çünki bu sizi süst edib əməllərinizin təxirə düşməsinə səbəb olar. Hesaba çəkilməmişdən əvvəl özünüzlə hesab çəkin. Ey Allah bəndələri, əməllərin hesaba çəkiləcəyi, dağıntıların çox olacağı və uşaqların qocalacağı gündən qorxun. Ey Allah bəndələri, bilin ki, sizin öz içinizdən üzərinizə gözətçilər qoyulmuş, sizin bədən üzvlərinizdən ibarət olan qoruqçular sizə nəzarət etməkdədirlər. Bilin və agah olun ki, doğru danışan mühasiblər sizin əməllərinizi, hətta nəfəslərinizin sayını belə qeyd edirlər. Nə gecənin qaranlığı və nə də möhkəm qapılar sizi onlardan gizlədə bilməz. Həqiqətən, sabah bu günə yaxındır. Əməllərin sorğu-sualı qiyamət gününün ən əsas məsələlərindən biridir. Heç kəs ondan yaxa qurtara bilməz.
sizin qiymətiniz böyükdür. Özünüzü cənnətdən ucuz qiymətə satmayın. Dünyaya başı qarışan insan axirəti necə düşünə bilər? Əgər Allahı sevirsinizsə, dünya məhəbbətini qəlbinizdən çıxarın. Hər kəsin aqibəti ya şirin olur, ya da acı. Kasıblıq və varlılıq qiyamət günü bilinəcək.